Mövzumuz insan ruhunun, insan ağlının qidası sayılan məsumların elmə verdiyi dəyərlə bağlıydı. Elm insan ruhunun qidasıdır. Elmli insan dünyaya baxışı başqa cür olur. Elm yoxdursa insan ömrünü təəssüf ki, cahil yaşamış olacaq və bu da onun dünyasına və axirətinə ziyan vurmuş olar. Və bu mövzunu danışmaqda məqsədim inanclı insanların dövrümüzdə din adı altında bəzi şov xarakterli dini məclislərdən, bəzi dində olmayan və dinə zidd olan məclis üslublarından öz imanlarını və əqidələrini yaxşı mənada sığortalamış olsunlar, həyata ciddi baxsınlar. Din, gördüyünüz bu sosial platformada paylaşılan məclislərdən ibarət deyil. Din sadəcə 2 surut oxumaqla, 3-4 nəfər insanın əl çalmasıyla, nə bilim, kənardan əhsən deyib, məclisə belə bir rövnək qızışdırma verməklə əldə olunması elə bəsit bir şey deyil. Tam tərsinə bu kimi sayağı davranışlar insanı din adında elə dindən uzaq salan işlərdir. Onun üçün elmə verilmiş dəyərləri müzakirə eləmək istəyirəm ki, insanlar, inanclı insanlar Əhl-i Beyt elminin zərurətini bilsinlər və yaşadıqları ömrə elm gözü ilə baxsınlar, intellekt səviyyələri uca olsun, kör-köranə olmasın. Mən bacardığım qədər və vaxtım mənə icazə verdiyi qədər sizlə bu mövzular danışıram, amma sizə bir ruhani din xadimi olaraq tövsiyə edirəm ki, bu mövzuları dərindən özünüz də araşdırmış olasınız. Çünki həyat zarafatı sevmir, ömrün ikincisi yoxdur. Heç bir şey sadə yanaşmaqla düzəlməz, hər bir şeyə ciddi yanaşmaq lazımdır, xüsusilə də biz fani bir ömrü yaşayırıq. Əgər ikinci dəfə dünyaya gəlmə şansımız olsaydı, haradasa razı olardım ki, eybi yoxdur. Birincisində buraxdığımız boşluqları bəlkə ikinci dəfədə onun yerini doldurmuş olarıq. Amma təəssüf ki, belə bir şey olmayacaq. Bir dəfə olan bu böyük ömür nemətinin qədrini ciddi bilmək lazımdır. Ciddi insanlar qazanacaq ömründə. Qeyri-ciddi yanaşanlar təəssüf ki, məğlub olacaqlar. Quran-ı Kərimin ayələri, itayəti bizə vacib olan məsum insanların mübarək kəlmələri müminin elmə dəyər verməsindən danışır və ruhun böyük qidası sayılır. Elm, burada elm dedikdə bütün elmləri mən qəsd edirəm. Dünya və axirət, dünya və din elmləri bölgüsü aparmıram. Çünki elm olan bir qanunvericilik əslində nəticə etibarıyla gedir xaliqə bağlanır. Dünyaya bir yaxşı gözlə baxsam, əslində hər şey bir elmdir. Keçən səfərdə dedim, bir bərbərin yanına gedib saçını düzəldirsən, o da bir öz növbəsində elmdir. Bir dərzinin yanına gedib özünə paltar düzəldirsən, o da bir elmdir. Yəni, əslində həyat elmi düsturlardan, elmi nizamnamədən ibarətdir. Çünki bu elm xaliqin qüdrətinə insanı çatdıracaq. Və bu, hədislərdəki deyilən təbirə əsasən ölmüş qəlbi diriltmiş sayılacaq ki, bu elmin başında əziz Peyğəmbərimizin və ondan sonra məsum 12 imamın elmi dayanır və daha sonra ardıca gələn insanların nə qədər bu elmdən faydalanmasından asılıdır. Peyğəmbərimizin ruhuna verilmiş elm, onun içində hər şey var idi. Tibb elmi də mövcuduydu, kimyada mövcuduydu, fizikada mövcuduydu. O Həzrətin dediyi kəlmələrin içində bunlara nişanə olan çox məqamlar mövcuddur. Əqidə elmləri, dünya elmləri, axirət elmləri və hamısı gedir Allahın əlim olan, yəni alim olan sifətinə dayanır.
Çünki yaradan özü elmi dəyərlər verib yaradılış sisteminin içinə. Heç bir şey cahilanə və düşüncəsiz, nizamsız, qətiyyən. Kainatın içində bütün elmlər dövr edir və mömin bir insanın bu elmlərlə məşğul olması onun birbaşa ruhunun yüksəkliyinə təsir edir. Allah bizi qurban olduqlarımızın elmi ilə ruhumuzu münəvvər eləsin inşallah.